Salam, sabahınız xeyir. Necəsiz? Biz də şükür Allaha yaxşıyıq. Mən də bugün öz yataq otağımızı yığışdırdım. Bu adyalı da axşamdan yumuşdum, amma qurumadı. Başqa adyal sərdim. Axşam da nə qədər paltar var idisə hamısını yudum. Dedim ki, sabah öz otağımızı yığışdıracağam. Ona görə dedim bütün paltarları yum ki, sabah da öz otağımızı yığışdıranda oradan da paltarlar çıxacaq, ipdə yer olsun. Mən bugün buranı yığışdıracağam. Mən paltar şkafımı həmişə belə sərgəli saxlayıram. Mən evləri dərindən təmizləyəndə bu mənim üçün evi göydən düşən kimi olur. Çünki mənim dolabım sərgəli olur, paltarlarım sərgəli olur. Mən elə paltarları ipdən götürən kimi ütüləyib yerlərinə yığıram. Ona görə mənim dolabım həmişə belə sərgəli olur. Orada mənim şərflərimdir, hicablarımdır. Bunlar elə ki uşaqların paltarlarıdır. Bu Aynişanın paltarlarıdır. Aynişanın Ayanın paltarlarıdır. Bu Süleymanın paltarlarıdır. Belə. O bizim corablarımızdır. Halcası. Belə. Bunlar uşaqların corablarıdır. Bunlar at paltarlarıdır. Bunlar... Pərdələri çıxartdım. Pərdələri asmayacağam. Çünki havalar da isinir. Pəncərələr daima açıq qalacaq. Pərdələr də qıraqda olacaq. Özümüz də burada olmayacaq. Gedəcək 2 aydan sonra rayona. Onun üçün bunları asmayacağam. İnşallah bir də sentyabrda asacağam. Yoyub yeni paketə qoyub qoyacağım kravatın altına. Bu ədyalı da bura atdım. O bir ədyalım hələ qurumayıbdı. Mən də bunu atdım. Bunu Sədrəkdən almışdım. Əvvəllər işlədirdim. Bu çox xoşum gəldi. Sonradan nəsə işlətmədim. Belə. Qırağında da belə qotazları var. İndi hələ ki o bir ədyalım qurumayıbdı. Ona görə dedim bunu atım müvəqqəti. O quruyana kimi bu qalsın.
Buranın da pəncərəsini sildim. Sizin için çekmedim çünkü yorucu olmasın. Eyni olmasın, onun için çekmedim. Buranın pəncərəsini sildim. Bu gülü de bura koydum. Dedim burada qalsın. Çünkü orada uşaqlar əllər dəyib hərdən qırılırdı. Onun için bura koydum. Dedim burada qalsın. Maşallah böyüyüb. Buranı da yığışdırıb qutardım. Günlük pərdəsini biraz qıraq elədim ki, biraz evə işıq dəysin. Bir də qıraqları asmadım, yenə də deyirəm. Çünki daha havalar isinir. Ancaq pərdələr qıraqda olacaq, pəncərələr açıq olacaq. Biz də çıxıb 2 aydan sonra rayona gedəcəyik. Ona görə yəni qıraqları asmadım. Şkafın da üstünü təmizlədim. Güzgüsünü də sildim. Yenə də buraları aboylarını sildim. Böyle. Da sizin için buradan aydın çekmedim. Dünən aydın çekmiştim. Ondan evvel de aydın çekmiştim. Bu defa çekmedim.
Akşam yumuştum bunu. Bunu da dünən yumuştum. Dedim bütün otaqları qutarım. Sonra mən də belki bütün otaqları qutarandan sonra bütün otaqları hamısını təzələn paraşoklu suyla bütün otaqları sirirəm. Bütün otaqları yenidən sirirəm. Şimdi kurtardım. Paltarı yanında kurtarıp onu da paltalarını da sereyim. Bütün kutuları yük götürürüm. Daha havalar isinibdi da bundan sonra havalar da soyuq olan değil ki. Kutkularımı yuyuram. Paltarı yanında kurtardı onu da sereyim. Akşam yemək pişirəcəm. Hamamı da yudum. Kızlar hamamı mən sizlə təmizləyə bilmədim. Çünki məni hicablı bacılarım başa düşər. Hicabla rahat değil hamamı yumaq. İslanır. Gərək koftanın qollarını gəlib biraz çəkəsən. O da yəni olmur. Ona görə də mən buranı sizlə təmizləyə bilmədim. Özüm təmizlədim və buranı da qurtardım. Şükür. Evləri də qurtardım. Yaz işlərimi görüb qurtardım. Belə. Bu gülü də bura qoydum. Dedim burada qalsın bu güldə. Qoydum. Çünki işıq istəyir bu gül. Orada işıq düşmür, ona görə bura qoydum. Belə. Gələm işıqları dəstən gətirməyə. Saat 6'ya qalıb. 15 dəqiqə sonra çıxacaqlar. Uşaqlar. İşlərimi qurtardım, yeməklərimi pişirdim. Kutkaları da sərdim. İşim qalmayıb evdə. Sağ olun, Allah'a emanet olun. İnşallah gələn videolarda görüşənədək. Mənə dəstək olmağı unutmayın.